Salam değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Biz hal-hazırda Müsavat Partiyasının qərargahındayıq. Tofiq Yaqubluya görə aclıq aksiyası keçirən yoldaşların yanındayıq. Salam, necəsiniz? Özünüzü necə hiss edirsiniz? Salam gelmeyenlerden gelmeyen görmeye. Salam yollar. Salam. Dostlar, əvvəla hamınıza təşəkkür edirəm. Çox vacib və fədakar bir aksiya keçirirsiniz. Azərbaycan cəmiyyətinə də səsiniz çatır. Düz cəmiyyətimizin potensialı 30 il davam edən repressiya nəticəsində zəifləyib, xeyli adamları susturublar, mətbuatı demək olar ki, məhv ediblər, imkanlar məhduddur. Amma yenə də olsun, cəmiyyətin hələ ayaqda qalan hissəsinə mübarizə mesajları verirsiniz. 10 minlərlə başqa insanların adından da Tofiq Yaqubluya dəstək olursunuz. Mən sizin hamınıza təşəkkür edirəm. Tofiq bəyin aclıq aksiyası ən həlledici bir mərhələsinə gəlib çatıb. Həyatına çox ciddi təhlükə var. Artıq müstəqil hərəkət edə bilmir. Danışdığı şeylər unudur, nədən danışırdı. Arabada aparıb gətirirlər. Özü müstəqil hərəkət edə bilmir. Gözümüzün qabağında qəhrəman bir insan, dağ kimi bir insan məhv edilir. Və çox təəssüf ki, Azərbaycan hakimiyyəti qəddarlıqla bütün bu baş verənləri hamısını səssizcə müşahidə edir. Mən hesab edirəm ki, İlham Əliyevin ətrafı ona izah eləməlidir ki, Tofiq Yaqublunu öldürmək ilk növbədə onların hakimiyyəti üçün çox ağır fəsadlar yaradacaq. Tofiq Yaqublunu nəyə görə şərliyib həbs edirlər, nəyə görə azad eləmirlər, nəyə görə öldürmək istəyirlər? Tofiq Yaqublunun çıxışları, müsahibələri, yazıları incidib bunları. Pislik edib onlara. Onların təbirincə sayısalda haqqı deyib, xalqın sözçüsü olub. Amma əmin edirəm onları ki, Tofiq Yaqublunun ölümü onlara elə bir zərbə olar ki, o Tofiq Yaqublunun nisbi azadlıqda elədiklərinin heç biri o boyda zərbə olmaz. Ki, onun ölümü onlara o boyda zərbə ola bilər. Ona görə də mən onların humanizminə filanla müraciət eləmirəm. Onlar humanizmdən məhrum adamlardır. Sadəcə rasional olaraq öz maraqlarını düşünsünlər. Öz maraqlarına görə Tofiq Yaqublunun ölümünə imkan verməsinlər. Tofiq Yaqublu çox prinsipial adamdır. Bunu ictimaiyyət bilir ki, hələ acılığa başlamamışdan öncə də, ondan sonra da mənim ona müraciətlərim olub. Başqa doğmalarının, hərəkatdan olan dostların müraciətləri olub. Biz onun mövqeyini dəqiq bilirik ki, Tofiq Yaqublu bu acılıq aksiyasında sona da gedəcək və bizə mesajı da bundan ibarət olub. Mən də bunu hamıya çatdırıram. Mənim yaşamağımı istəyirsinizsə, hökumətə çağırış edin ki, öldürmə Tofiq Yaqublunu. Mənə heç bir çağırış olmasın. Onun bizə mesajı budur. Hökumətə çağırış edin ki, Tofiq Yaqublunu öldürmə. Tofiq Yaqublunu öldürülməsi həm də ona görə ağır faciə yaradar Azərbaycanda ki, bilirsiniz, mən hər kəsə xatırlatmaq istəyirəm Elmar Hüseynovun öldürülməsini. Biz bilirik ki, Elmarın da ölümünün arxasında rejim vardı. Amma onu kim tərəfindən o güllənin atıldığı, kimin konkret sifariş verdiyi, hansı şəraitdə bu bilinmirdi və İlham Əliyev o zaman çıxdı, dedi ki, gəlin düşünəyin, Elmar Hüseynovun ölümü kimə lazımdır? Yəni, məsuliyyəti hökumətdən aralamaq istəyirdi ki, biz istəmərik bunu və hansısa bir digər qüvvələr bunu edir. İndi Tofiq Yaqublu bu şəkildə, şəffaf şəkildə, bütün millətin gözünün qabağında hökumət tərəfindən öldürülürsə, hökumətin artıq bu şansı da olmayacaq. Çıxıb İlham Əliyev heç bir şey deyə bilməyəcək ki, görəsən Tofiq Yaqublunun ölümü kimə lazım imiş? Əgər öləcəksə deməli sizə lazımdır. Əgər öləcəksə deməli siz öldürəcəksiniz. Və burada artıq hansısa bir manevr imkanı yoxdur. Özünü sığortalamaq imkanı yoxdur. Həm də buna görə fəsadları çox ağır ola bilər. Və bir şey də vurğulamaq istəyirəm. Qərəzli, qəddar, kinli adamlar
Tofiq Yaqublunu tutaq ki, məsələn, hədəfləri ola bilər ki, tam öldürməyək, amma onu elə ölmüş kimi səviyyədə səhhətini koruyaq. Xəbərdarlıq eləyirəm. Azərbaycan cəmiyyəti ilə buna da ölmək kimi baxacaq. Yəni, bu cür qəhrəman bir insanı, canını, övladını, vətən üçün qurban deyən bir insanı, ölümün gözünün içinə baxa bilən bir insanı, əgər sən orada bu aclığın əlləri ilə tamamilə əlil vəziyyətə salacaqsansa, fəaliyyət qabiliyyətini itirəcəksə, o sağalmaz dərdlərə düçar olacaqsa, sağalmaz xəstəliklərə düçar olacaqsa, heç düşünməyinlə ki, hə, biz onu öldürmədik ki, biz onu yarımcan elədik. O zaman da bilin, Azərbaycan cəmiyyəti bugün ifadə eləyə bilmir səsini. Bəli, çox təəssüf ki, repressiyalar müəyyən mənada işini görüb, çox adam danışa bilmir, çox adam yaza bilmir, çox adam səsini çıxarda bilmir. Biz bunu bilirik, fərqindəyik, amma millətimiz ədalətlidir. Millətimiz hər şeyi görür, bilir. Baxın, görün, Tofiq Yaqubluya münasibət nə qədər bir mənalıdır. Mən hər tərəfdən araşdırıram, təşkilatdan olan dostlarıma tapşırıram, monitoring edib mənə məlumatlar verirlər. Bu ölkədə susturulmayan adamların 90-95%-i Tofiq Yaqubluya azadlıq tələb edir. 90-95 hələ azın deyirəm. O səsi çıxmayan adamlar var ha. Onun istənilən halda səsi çıxmayacaq. Yəni o insanları elə vəziyyətə salıblar ki, onlar artıq etiraz eləmək hüququndan vaz keçiblər. Onlar artıq danışmaq, etiraz eləmək, çağırış eləmək hüququndan özləri şuurlu şəkildə vaz keçiblər. Amma danışa bilən, yaza bilən, etiraz eləyə bilən, gördünüz bu yaxınlarda, nə qədər bizim gənc yazarlar, ədəbiyyat xadimləri, mədəniyyət xadimləri, ictimai fəallar, ölkədə demək olar ki, hələ də haradasa qalıbsa, ictimai fəal, jurnalist, vətəndaş cəmiyyəti fəalı, müxalifətçilər, bütün real müxalifətçilər, hamının mövqeyi ortalıqdadır. Hamının mövqeyi ortalıqdadır. Bütün toplum bir tərəfədir deyir, öldürmə Tofiq Yaqublunu. Əgər sən topluma qarşı axıra qədər gedəcəksənsə, əgər toplumun üzərinə meydan oxuyacaqsansa və bizə deyəcəksənsə ki, baxın, zəifsiz, içinizdən bir qəhrəmanı seçdim və onu öldürdüm, bəlkə bugün bunu eləyə bilərsən. Amma sabah bunun mütləq bədəli olacaq. Bax, mən bunun altını cızıram. Bilirəm ki, təkrar deyirəm. Qəsdən təkrar deyirəm. Unudulmasın və bu səhv edilməsin. Bu səhvi etməməyə hələ imkan var. Ona görə də təkrar bu müraciətləri eləyirəm. Azərbaycan cəmiyyəti də bəlkə ona görə susqundur ki, hələ ümid var ki, bu səhv edilməsin. Nə qədər ki, bu səhv axıra çatmayıb, onsuz da böyük zərbələr vurulub, onsuz da böyük haqsızlıqlar edilib. Amma hələ ki, bu səhvdən geri dönmək olar, hakimiyyətə müraciət edirəm ki, geri dönsünlər, milləti də, dövləti də, özlərini də çətin seçimlərlə üz-üzə qoymasınlar. Sizə isə bir daha təşəkkür edirəm, var olun, sizin fədakarlığınız nümunədir. Mən başa düşürəm ki, başqaları da gəlib qoşulmaq istəyirlər, səhv eləmirəmsə artıq deməli dəyişikliklər də olub. Demək ki, Asəf bəy, demək, Rövşən Səfərovu əvəz eləmişsinizdə. Bəli. Bundan sonra da kimin artıq səhhətində imkan olmayacaq, bir həftə oldu artıq sizin deməli aclıq aksiyanız. Yenə də dəyişin, amma biz Azərbaycan cəmiyyətindən vaxtaşırı bu mövqeyə çatdıracağıq. Azərbaycan cəmiyyəti Tofiq Yaqublu ilə bir yerdədir. Tofiq Yaqubluya azadlıq tələb eləyir. Hakimiyyətə isə çağırışımız, tələbimiz birdir. Öldürmə, qatil olma. Sağ olun. Sağ olun. Biz də sizə təşəkkür edirik Əli bəy. Hər gün demək olar ki, cəbhədaşlarımız gəlib bizi ziyarət edir. Onlara da təşəkkür edirəm. Müsavat Partiyasının nümayəndələri də gəlirlər, ADR-çilər də gəlmişlər. Hər kəsə təşəkkür edirəm. Sağ olsunlar. Hər kəs ki, bu aksiyaya dəstək verir, mən də hər birine təşəkkür edirəm. Amma əlbəttə ki, ən böyük fədakarlıq da, ən böyük təşəkkür ünvanı da sizsiniz. Var olun, Allah köməyiniz olsun. Özünə yaxşı baxın, yorulmayın. Sağ olun. Sağ olun.